qardaş Türkiyənin təsiri çoxdur bizim səhiyyəmizə. Burada uzmanlıq keçib gələn cərrahların, həkimlərin də sayının təsiri də çox müsbət rol oynayır burada. Dostlar, ekranlarımızı bəyənək, doktorumuza suallarınızı yazıb göndərə bilərsiniz. Mən bir daha hər kəsdən rica edirəm ki, sualları tək YouTube üzərindən yox, TikTok üzərindən də verin. Çünki YouTube üzərində suallarımız həddən artıq çoxdur. Doktor, demək bir belə sualımız da var ki, xəstələrin ən çox gec müraciət etdiyi hallar hansılardır? Adətən bu beyin şişləridir. O çox vaxtı də müraciət olunur. Çünki bir çox hallarda mövzuya toxundunuz. Bu ilkin dönəmdə hansı bəli, buyurun. Bunlar hansı əlamətlərlə özünü biruzə verir və insanlar niyə bunu gec fərqində olurlar? Erkən dönəmlərdə bir çox hallarda hansısa bir xüsusi bir simptomu olmur. Yəni yüngül halsızlıq, baş ağrıları, baş gicəllənmə, bu da əhalimizin böyük əksəriyyətini elə onsuz da narahat edən simptomlardır. Ona görə buna çox insan laqeyd yanaşır və yalnız artıq nevroloji qüsur yarandıqda, yəni ətraflarda zəiflik, iflic, qıcolma tutmaları, bu hallarda artıq həkimə müraciət olunur. Bu da böyük olasılıqla törəmələrin ölçülərini böyük